Salam dəyərli izləyicilər. Bu gün sizlərə Xarı Bülbül bilik yarışmasının 10-11-ci sinif tarix testlərini izah eləyəcəm. İzaha keçməmişdən əvvəl əgər 8-9-da gəlməsini istəyirsinizsə, kommentlərdə bölüşərsiniz fikirlərinizi. Bir də hansı izahdan narazı qalsınız da deyərsiniz. Videoya da like atmağı və kanala abunə olmağı yaddan çıxartmayın. Getdik. 1983-cü ildə UNESCO-nun Dünya İrs siyahına və dünyanın 7 möcüzəsi beynəlxalq siyahısına daxil edilmiş abidə. Sözünüz mən bu sualı bilmirdim. Burada amma Tac Mahal imiş. B variantı. Tac Mahal nəsə aiddir. Burada variantlar yeri səhvdir, amma yəni buranı nişanlamaq düzgündür. Keçək digərinə. 12-ci əsrdə Qıpçaq türk tərəfindən yaradılmış dövlət Axsunqurlar Rəvvadilərin qalığıdır. 1108-də yaranıb. Daha doğrusu 1108-də ki, mövcud olub. Yaranması Rəvvadilərdən ayrılandan sonradır. Heç bunun yəni yaranması deyir, aid deyil. Dehli Sultanlığı 1206-dır. Bu 13-cü əsrdə düşür. Atabəylər dövləti 1136, lakin Qıpçaq türkü deyildi. İraq Səlcuqdakı Böyük Səlcuqun parçalanması ilə 1118-ci ildə yaranıb. Burada bir dənə Gürlü dövlət qalır. Bu variant. Keçdik digərinə. Yunan alovu ixtira edilən 100 il isə. Sözünüz mən bunu bilmirdim. Oradakı müəllimlərdən biri dedi. 660 imiş bu. 660. Yəni ki 7-ci əsr. Qərbi Avropa Hun dövləti 476 süqut eləyib. Roma imperiyası 395-ci ildə şərqə və qərbə bölünüb. İlk İslam dövlətimiz Ərəb xilafəti 630-da yaranıb. El cavab olacaq. Muğan xalqın avarları Asiyadan qovdu. Muğan elə hakimiyyət illərində qovub. Belə. İlk Slaviyan yürüşüdəki 9-cu əsrin sonlarındandır. Burada bir dənə cavab C qalır. Keçdik digərinə. Monqolların ilk yürüşü zamanı 3-cü həmlədə ələ keçirilən şəhərlə bağlı. 3-cü həmlədə ələ keçirilən şəhər Ərdəbil idi. Orada Yaqut Əhməd demiş ki, bütün şəhərini qılıncdan keçirmişdən bəli müqəddəs şəhər deməkdir. Slavyanlar bura gəlməyib. Rəvadilərin ilk paytaxtı Ərdəbil idi. İlk dəfə ilk dəfə deyildi. Sadilər də Marağa Ərdəbilləmişdi. Salarilərin də paytaxt olmuşdu. 15-ci əsr ən böyük liman şəhəri xeyr, bu deyildi. 15-ci əsr kimi Dərbənd idi. Eldənizlər dövlətinin ilk paytaxtı, səhvdə Eldənizlərin ilk paytaxtı Naxçıvan olmuşdur. Cavab bu variant. Keçdik. Uyğunluq pozulmuşdur. Bu həmişə düşən bir sualdır. Məmməd Əmin Rəsulzadə Müsavat Partiyasını yaratmayıb. Mühacirədən gəldikdən sonra rəhbər olub. Yəni ki, cavab budur. O birisləri heç oxumağa dəyməz. Keçdik. Bunlar da rahat bir suallar idi. Sasani dövlətinin varlığına hansı dövlət son qoyub? Ərəb xilafəti 651-ci ildə. 10-cu əsrdə Şirvanşahlar dövlətinin Sadisaları asılı vəziyyətə salıb. 2-3. İngiltərə tarixinə daha gec verilmiş hadisə. İngiltərədə ilk konstitusiya, İngiltərədə ümumiyyətlə konstitusiya yoxdur. Orada yazısı olmayan qanunlar hökm sürür. Bunun geç çıxdı. Anglikan kilsəsi nə vaxt yaranıb? 16-cı əsrin birinci yarısı. Stuartların restavrasiyası 1660. Sənaye çevrilişi 18-ci əsrin 60-cı illər, 1760-lar. Hüquqi dövlətdə hüquqlar haqqında bilinən yaranmağa başlayır. Burada yeganə doğru cavab bu qalır. Keçdik. Fikirlərdən neçəsi doğrudur? Yusif İbn Əbusat kimi Alparslanla, bəli, hər canı dəbil şəhərlərinə keçirib. Hülakü və Qazan xan o Anadoluya, bəli, bu şeydə yazıb ümumi tarix dərsində Osmanlı mövzusunda. Osman Qazi Bursa şəhərini fəth edə bilməmişdir. Bəli, mühasirə zamanı ölür. Oğul Orxan fəth eləyir. Hətta indi Orxan da o mövzularda da Quruluş Orxan kinosu. Nikbol döyüşündə Osmanlı ordusu xaslı cəngavərlər dəstəsilə vuruşub. Bəli, 1396 Bəyazid vuruşub. Sultan 1. Bəydəvin paytaxt bəli dəyişdirilməmişdir. Hamısı düzdür. Cavab hamısı. Keçdik. İkinci Qarabağ müharibəsi zamanı, yəni Şanlı Vətən müharibəmiz zamanı işğaldan azad olan ərazilərin xronoloji ardıcıllığı. Deməli, gəldi bir dəqiqə. Cəbrayıl azad elədik 4 oktyabr. Sonra gəldi 20 oktyabr.
Zəngilan, sonra gəldi Qubadlı, sonra 8 noyabr Şuşa, sonra da ermənilərə 10 gün vaxt vermişdi. Onlar isə bizə 1993-də 10 saat vaxt vermişlər. Kəlbəcər. Bu variant olan variant doğru cavabdır. Orada deyəsən 3-ü düşməmişdi. 5, 4, 1, 2. O variant düz cavab olacaq. Keçdik. Monqol dövlətində qanun məcəlləsi böyük yasa idi. Qeyd edilərdən neçəsi 16-cı əsrin birinci rüb. Birinci rüb deyirsə yazırıq ki 1601, 25. İngiltərə tarixində qızıl dövrü Elizabeth elədi. 1558-də hakimiyyət gəlib, o dövrdən götürürlər. Kəndli müharibəsi Thomas Jefferson deməli 1524-də başlayır. Bu düzgün fikirdir. Almabulağı döyüşündə səbəbi imperiya deyildi. Fransa Vahid Birləşmənin başa çatması 15-ci əsrin sonudur. Səfəvi ordusu Şərq Anadolu, bəli, Şah İsmayıl Səfəvinin dövründə Şərq Anadoluya yürüşlər olur. İkisi doğrudur fikirlərdən. Keçdik. Bu da şifahi bir sualdır. Ən uzun ömürlü feodal dövlətimiz Şirvanşahlar dövləti 861-1538 kimə gəldi? Xərac ödəyirlərmiş. Çox ağıllı bir siyasət. Orta Tunc dövrü Mezolit dövründən fərqləndirən hansı xüsusiyyət? Erkən və son Tunc dövrlərinin oxşar cəhətdir. Qəbilələrin həyatında qadının mühüm yer tutması orta, erkən, son dövründə artıq kişi əməyi ön planda idi. Getdi. Metallı əmək aləti bu var, düzdür. Çünki Mezolit dövrünün hazırlanmır da Eneolitdən başlayaraq hazırlanmağa başlayıb. Digərlər dövrlərdə hamısına aiddir. İlkin şəhər mərkəzləri Orta Tunc dövrünə aiddir, son Tuncadır. Lakin erkəndə elə bir şey yoxdur. İkinci ictimai məhbusluq bir dənə orta tuncda baş verir. Hər dəfə baş verə bilməz. Erkən tuncda birincidir, son tuncda da üçüncüdür. Yəni yalnız 2 olan variant düzgün variant hesab olunmalıdır. Keçdik. AXC-nin 4-cü kabinetinin, hökumət kabinetinin fəaliyyətinə aid deyil. Nəsib bəy Yusuf bəyli idi. Deməli 14 bir dəqiqə. Nə oldu buna? Dəqiqə üzrəyəm. AXC-nin 4-cü kabinetinin fəaliyyətinə aid deyil. Deməli 14 aprel 1919-dan dekabra kimi mövcuddur. Dekabrında 1919-a kimi. Hərbi donanma 19 yaydır. Bu aiddir 1919 yayı. Diplomatik nümayəndələr Paris Sülh Konfransında tanıdıqdan sonra olur. Yəni bu səhvdir. Muğam Sovet Respublikası da bir də Vətəndaşlıq qanunu 1919-un avqustudur. Əkinci inqilablarla komitədə iyun olmalıdır 1919-cu ilin. Ona görə aid olmayan cavab B variantı. B. Yəni 7 burada, yəni bu variant işanlanır. Keçdik. Heydər Əliyevin birinci prezident dövründə baş verməmiş. Heydər Əliyev 1993-dən deməli 98-ci birinci prezident hakimiyyətdə olub. İlk konstitusiya bildiyimiz kimi 1995-dir. Hüquqi İslahatlar Komissiyasının yaradılması bu 1996 olmalıdır. Əhalinin Sosial Müdafiəsi Fondu ilə xarici ticarətə sərbəstliyi haqqında qanun 1994. Bakı Tbilisi Ceyhan isə ikinci prezident dövrünə düşür. Yəni 1999-dur. Yəni cavab D variantı aid deyil. Keçdik. Burada darğalıq, bu da sadə bir sualdır. Torpaq mükəlləf forması deyil, vergi idi. Qədim Misir müstəqil dövlətçiliyinə son qoyulan əsrdir. Deməli, müstəqil dövlətçilik 525-ci ildə Pelusiya döyüşü ilə, yəni erdən əvvəl. Burada erdən əvvəl 6-cı əsrdir. 6-cı əsrdə baş verməyənlər. Roma Respublika dövrünün başlanması erdən əvvəl 27-dir. Yəni ki, bu edəmə birinci əsrdir. Cavab bu qalır. Afenada vətəndaşların hüquq və vəzifələrinin onların əmlakına uyğun müəyyən başlaması. Yəni demək istəyir, son islahatların keçirilməsi erdən əvvəl 594 aiddir. Bu deyək ki, Azərbaycan xalqının dövlətin ənənələrinin miras qoyulmuş ilk dövlətin süqut etməsi erdən əvvəl 590 manna aiddir. Daha sonra Əhəməni dövlətinin Hindistanın şimal-qərbi erdən əvvəl 6-cı əsr. İkisi ildə 522-ci ilə. Bu da hamısı aiddir. Cavab bu. Keçdik. İlk işğal edilən xanlığımız Gəncə xanlığıdır. Qazax, Borça, Şam, Kətli falan xanlıq deyildi. 1820-ci ildə Şamaxının, 1826-da Lənkəran xanlığının daxili müxtəlifliyə son qoyulmuşdur. Fransa tarixinə aiddir. Bu da rahat bir sualdır. 2-3-dür. 1-4 isə İngiltərə tarixinə aiddir. Uyğunsuzluq Slavyanların Azərbaycana
hücumu deyir. 10-cu əsrin əvvəl başlamış, səhvlə 9-cu əsr sonudur. Yanlış, düzdür. Həmlələr şəhərində azad eləyiblər. Düzdür, amma yanlış deyil, yanlışdır bu variant. İslamı qəbul nəticəsində tüşləşmişdi, doğrudur. Sazilər türk siyasi hakimiyyəti altında ilk dəfə vahid dövlətlə birləşdirdi. Salarilər deyir, üzr istəyirəm. Salarilər səhv deyil, səhv düzdür. Sazilər birləşdirib, çünki Rəvədlərin ilk paytaxtı Təbriz şəhəri olmuşdur. Yanlışdır, bəli, çünki Ərdəbil olub. Əbülücə sonradan götürür. Yəni cavab bu variant. Keçdik. Burada deyir uyğunluğu müəyyən edin. Monqol tarixinin dövründə bəli, onun qurultayıdır. Göytürk dövlətini süquta uğratdı. Əslində burada ikinci Göytürk süquta uğradır. İkinci Göytürk süquta uğradır Uyğur dövləti. Amma yəqin ki 2 yazdığına görə götürməyib, amma mənasız bir sualdır. 2 variant da düzdür. Cənubi Qafqaz Bizans Sasani 387-də Bizans deyildi. Çünki 395-dən sonra Bizans olur. Ərəblərin Şərqi Avropa yürüşünün qarşısında Poitiers döyüşü, o Qərbi Avropa yürüşüdür. Sasanilərin dövlətin varlığından sonra Əməvilər deyir, Rəşidi xəlifələri idi. Yəni məncə burada 2 cavab var, amma yəqin ki A daha uyğundur. Keçdik. Hansı hadisələrlə yeni dəstə xronoloji ardıcılıq düzgün olar? Latin imperiyası 4-cü səlib yürüşündə yaradılıb. Bizans ərazisində. Al-Vaq Qızıl müharibənin başa çatması 1485. Kres döyüşü 1346. Azərbaycan Çobanlı ağalarının başlanması 1338. Qəsr şiirindəsi bildiyiniz kimi 1639. Deməli biz 2 ilə 4-ün yerini dəyişsək, xronoloji ardıcıllıq bərpa olunar. Keçdik. Burada deməli birdə ikinci Mehmet idi. 2-də birinci Səlim, burada Süleyman. 1, 2, 3, ortaqda 4 idi. Bağdat şəhərini bildiyimiz kimi Süleyman ələ keçirib, Səfəvilər ikinci yürüşündə. A. Mənüçlər dövləti ilə Səlim mübarizə aparmışdır. Azərbaycanı ələ keçirmə planı hər birində 2-ci Mehmet Uzun Həsənlə, Səlim Şah İsmail səbəbi ilə Süleymandakı təxmas və nə qədər üstün olsalar da tam güclə bilməmişlər. Səni götürdük bura. Daha sonra paytaxtı başqa şəhərə köçürməsi bu Mehmetə aiddir. Bildiyimiz kimi Konstantinopol fəth edir və ora köçürdür. Sonra hakimiyyət dövrünə etibarən həm də xəlifə bəli 1520-dən etibarən Osmanlı xəlifə tutumunu daşımaya başlayıb. Cavab B variantı. İzah xoşunuza gəlsə videoya like eləyib kanala abunə olmaq yaddan çıxartmayın. Sağ olun.